Salam əziz şagirdlər, bugün sizlərlə birlikdə Hun, Çin və Hindistan dərslərinin izahına baxacağıq. Ümumiyyətlə uşaqlar, Hunlar dünyada müxtəlif adlarla Göytürk, Hun, Oğuz və başqa adlarla tanınırdılar. Bu tür Hunlar daha çox Mərkəzi Asiyanın çöllərində yaşayırdılar və burada şəriksiz hakim idilər. Otlaq və su mənbələri ardınca böyük çöldə şərqdən qərbə, qərbdən şərqə kimi ərazilərə köç eləyərək Avrasiya qitəsində məskunlaşmışdılar. Bəs deyəndə ki, uşaqlar, böyük çöl haradır? Böyük çöl Qobi səhrasından Qaradəniz şimalına qədər uzanan düzənliklər sayılır. Hunlar türk mənşəli idilər və biz onlara türk mənşəli köçəri tayfalar adlandıracağıq. Onlar haqqında ilk məlumat eradan əvvəl 2-ci minillikdə Çin mənbələrində verilmişdi. Çinlər onlar haqqında məlumatlar vermiş, onların nə ilə məşğul olduqları, hansı iqlimdə yaşadıkları haqqında bizə geniş məlumatlar gətirib çıxarmışdılar. Hunlar eramızdan əvvəl 220-ci ildə vahid dövlət yaratmışdılar. Bu vahid dövləti yaradan da Teoman Tanhu olmuşdu. Tanhu nə deməkdir uşaqlar? Tanhu birləşmiş Hun tayfasının başçısına Tanhu deyilirdi. Ona görə də elə eramızdan əvvəl 220-ci ildə Hun dövlətinin əsası qoyulur. Beləliklə biz Hun dövlətində vahid dövlət nə vaxt yarandı desək, eramızdan əvvəl 220-ci ili götürəcəyik. Artıq bu dövrdən ilk hökmdar kim olur? Teoman Tanhu. Teoman Tanhu'nun dövründə artıq ordu formalaşmaya başlamışdı. Ordu güclənməyə başlamışdı. Sin sülaləsi dövrünə düşürdü həmin Teoman Tanhu'nun dövrü və bu zaman Çin dövlətinə o qədər yürüşlər eləmişdilər ki, hətta Hunların qarşısını almaqdan ötürü eradan əvvəl 214-cü ildə Çinlilər məcbur qalıb Çin səddini tikmişdilər. Düzdür, bu Çin səddini tikməklə onlar Hunların qarşısını ala bilməmişdi, amma yenə də o Çin səddi dünyanın möcüzələrindən birinə daxildir və hələ də o quruluş qalmaqdadır. Demək, Mete Tanhu atasının ölümündən sonra hakimiyyətə gələrək Hun dövlətində Kağan seçilmişdi. O bu zaman Mete Tanhu, baxın şəkildə gördüyünüz bu şəxs artıq Mete Tanhu'dur. Mete Tanhu hakimiyyətə gələndə dövlətin ərazisi, baxın, bu hissədə idi və dövlətin paytaxtı Ötkən şəhəri olmuşdu. Beləliklə biz görürük ki, Çin görürsünüz nə qədər yaxındılar. Tez-tez bura hücumlar olurdu. Mete Tanhu hakimiyyətə gələndə ordu islahatı keçirməyə başlayır. Ordunu 10-luq, 100-lük, 1000-lik, 10 minlik dəstələrə bölməyə başlayır. Orduda nizam-intizam yaratmağa başlayır. İlk dəfə fit çalan oxlardan istifadə olunur. Fit çalan oxları nə idi uşaqlar? Elə düzəldirdilər ki, oxları atdıqları zaman içəri havada olurdu və o havadan vahiməli səs çıxırdı. Ona görə buna fit çalan oxlar deyilirdi. Mete'nin dövrü ən qüdrətli dövr sayılır. Çünki onun dövründə Mərkəzi Asiyada yaranmış 26 dövləti öz ətrafında birləşdirmişdi. Həmçinin Monqol və Tibet tayfalarında özünə birləşdirərək dövləti daha da gücləndirmişdi. Hunların Çinə yürüşləri uğurla davam etdirilmişdi. Həm Teoman Tanhu'nun dövründə, həm də Mete'nin dövründə. Mete'nin dövründə eradan əvvəl 200-cü ildə Pinçen döyüşü olmuşdu. Pinçen döyüşü o zaman kimin dövrünə düşürdü uşaqlar? Pinçen döyüşü olan zaman hakimiyyətdə Mete Tanhu idi Hunlarda, Çinlərdə isə Xan sülaləsi hakimiyyətdə idi və Cao Ting adlı hökmdar yaşayırdı Xan sülaləsində. Və aralarında baş verən bu döyüşdə Turan taktikasından istifadə olunaraq Hunlar qalib gəlir. Daha sonra Hunlar Çinlərlə birlikdə başlayırlar müqavilə imzalamağa. Bu müqavilənin şərtlərinə görə necə olmalıdır müqavilənin şərtləri? Hər il Hunlara xərac ödəməli idilər. Şimali Çini Hun dövlətinə vermişdilər. Çinin ticarət yolları Hunların nəzarətinə keçmişdi. Bundan sonra artıq ölkədə, yəni bu bölgədə, məsələn Avrasiya qitəsində hakim rol kim oynayacaq? Hun dövləti oynayacaq. Çünki o boyda İpək yoluna hakimlik kimin əlindədir? Hun dövlətinin əlində olmuşdu. Daha sonra isə artıq uşaqlar gördüyünüz kimi Hunlar o qədər güclü idi ki, Çinlər onların qarşısında aciz vəziyyətdə qalmışdı. Ona görə də artıq 1-ci yüzilin əvvəllərində Hunlarda daxil çəkmələr başlamışdı. Necə başlamışdı daxil çəkmələr? Çünki Çinlilər biraz necə deyim, biclik eləməyə başlayırdılar. Onlar öz qızlarını gətirib Hun şahzadələrinə evləndirirdilər. Beləliklə həm qohumluq əlaqələr saxlayırdılar, həm də onların döyüş taktikalarını və s. öyrənirdilər. Ona görə də artıq bu dövrdə Hun dövləti iki hissəyə parçalanmağa məcbur olur. Eradan əvvəl 58-ci ildə Hun dövləti parçalanır. Hun dövləti iki hissəyə parçalandığı 58-ci ildə iki hissəyə parçalandan sonra bir tərəfində Şərq Hunlar, bir tərəfində isə Qərbi Hun dövləti yaranmağa başlamışdı. Artıq dövlət iki hissəyə parçalanan zaman burada şərqdə, yəni Şərqi Hun dövlətində
daha çox Çinlilərin imperiyasında yaşamaq istəyənlər burada birləşirdilər, anaları Çinli olanlar. Amma anaları türk olan, türk qanından olanlar isə özləri ayrıca Qərbi Hun dövlətini yaratmışdılar. Daha sonra Çiti Tanhu bu Qərbi Hun dövlətinin başçısı oldu. Baxın, Çiti Tanhu Qərbi Hun dövlətinin başçısı oldu. O Qərbi Hun dövlətinə başçılıq eləyən zaman ölkənin ərazisini Issıq gölünün ətrafı ərazilərini tabe eləmişdi və parçalanma zamanı İpək yoluna nəzarət bildiyimiz kimi Hunlardaydı. Ancaq Çinlilər bunu bir yolla onların əlindən almaq istəyirdi. Ona görə də eradan əvvəl 36-cı ildə gəldilər Çinlilərlə Qərbi Hun dövləti arasında bir döyüş oldu. Döyüşdə Hunlar zəiflədiyi üçün məğlub oldular. Bundan sonra bayaqdan Issıq gölünə qədər ərazilər tutan Hunlar artıq öz ərazisini İdil çayının sahillərindən Ural dağlarının ətəklərinə qədər çəkmək məcburiyyətində qaldılar və ən böyük olan İpək yoluna nəzarəti Hunlara verərək geri çəkildilər. Bundan sonra artıq eradan əvvəl 36-cı ildə Qərbi Hun dövləti süqut eləyir və Şərqi Hun dövlətinin bəs aqibəti necə olur desəniz, onlar zaten Çinə tabe idilər. Yəni Çinin tərkibində yaşayırdılar. Bu zaman Çində hansı dövlət, hansı sülalə var idi? Xan sülaləsi. Və Xan sülaləsi dövründə Xan sülaləsi nə vaxt süqut eləmişdi uşaqlar? Bilirik ki, Xan sülaləsi eradan əvvəl yox, eramızın 3-cü əsrində süqut eləmişdi. Elə Xan sülaləsi hakimiyyətdən getdiyi vaxtda Şərqi Hun dövləti də parçalanmağa başladı. Ümumiyyətlə uşaqlar, Hunlar mədəniyyət cəhətdən, yəni özlərini türk cəhətdən çox yaxşı sübut eləmişdilər. Onlar deyirdilər ki, güya Tanrıdan, hakimiyyətin Tanrıdan gəldiyini inanırdılar. Onlara görə, yəni onların başçıları, yəni Hunların əsasını qoyanlar Ağmaraldan və Göyqurtdan törəmişdilər. Ona görə də qədim türklər öz dövlətlərini el adlandırırdılar. Nə adlandırırdılar? El adlandırırdılar. Bu söz dövləti olan xalqı ifadə eləyirdi. Daha sonra isə onlar Tanrıdan gəldiyinə inanaraq Göy Tanrı, əsas Tanrı Göy Tanrını götürürdülər və Göy Tanrının yer üzərində nümayəndələri hesab olunurdu. Kimlər? Tanhular, bayaqdan dövlətin başına gələnlər. Daha sonra Hunların orduları necə idi uşaqlar? Onlar bilirik ki, tarixdə ən döyüşkən tayfalar hansıdır? İskitlərdir, eləmi? Ona görə də Hunlarda İskitlərdə olduğu kimi əsasən süvari. Süvari nə deməkdir? Yəni atlı. Atlılardan istifadə edərək öz həyat tərzlərini, ordularını bu cür qururdular. Onlar əsasən ox atmağı, döyüşməyi uşaq yaşlarını öyrənirdilər və beləliklə onların həyatı artıq bu cür formalaşmağa başlamışdı. Sonra desək ki, daha sonra biz nə deyək? Daha sonra deyək onların təsərrüfat həyatından. Hunlar əsasən uşaqlar məşğuliyyətləri dedik köçəri malları qoymuşdu. Onlar qoyun sürüləri, mal-qara və at irqları bəsləyirdilər. Bununla yanaşı deyir onlar dəmirçiliklə və zərgərliklə də məşğul olurdu. Baxın zərgərlik məlumatına baxın, Hunların əl işidir. Qızıl maral şəkli. Axı mən dedim onlar Ağmaraldan törədiklərini inanırdılar. Ağmaraldan Göyqurtdan. Ona görə də onlar bunu müqəddəs sayaraq onun heykəlini düzəltmişdilər. Daha sonra din cəhətdən, mədəniyyət cəhətdən dedik. Din cəhətdən isə onlar çox tanrılı idilər. Əsas olaraq da Göy Tanrıya sitayiş edirdilər. Onlar Tanrının yaratma hadisələrə müdaxiləsini qut hesab edirdi. Qut nə deməkdir? Qut xoşbəxtlik, səadət, İlham mənasını verir. Hun inançlarında şamançılıq xüsusi yer tuturdu. Şamanlar kimilərdir? Şamanlar güyaçı uşaqlar. Göy tanrı ilə insanlar arasında vasitəçi rolunu oynadığı inanılırdı və onlar günəş ay tanrıları da Hunların inancında xüsusi yerə sahib olmuşdu.